Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində kirayə verilmiş mənzildə tək qalan azyaşlı oğlan uşağı aşkarlanıb. Evi kirayə götürən qadın uşağını 3 gün öncə evdə qoyaraq başqa yerə gedib. Azyaşlı qonşuların müraciəti əsasında aşkarlanaraq xəstəxanaya yerləşdirilib. Ona lazımi tibbi yardım göstərilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan cavab olaraq bildirilib ki, vətəndaşlar tərəfindən Tovuz rayon polis şöbəsinə kənd ərazisində yerləşən mənzillərin birində valideyni tərəfindən tənha buraxılan azyaşlının olması barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları sözü gedən ünvana gediblər. Orada 1 yaş 2 aylıq oğlan uşağının olmasını aşkarlayıblar. Uşaq əməkdaşlar tərəfindən xəstəxanaya çatdırılıb. Ona tibbi yardımlar göstərilib. Uşağın sağlamlığında həyati təhlükə olmadığı məlum olub. Rayon ərazisində fəaliyyət göstərən kafelerin birində çalışan uşağın anası ilə profilaktik söhbətlər aparılıb və sonradan uşaq anasına təhvil verilib.